Gəlin birlikdə qışa hazırlıq çayın yanına çox yaraşan mürəbbələrdən meyvələri dəndən, şirəli, canlı, məti şəffaf, bal kimi qatı, kəhraba rəngində sapsarı ağ tut mürəbbəsi hazırlayaq. Əvvəlcə tutu axar suyun altında tərtəmiz yuyub aş üstündə gözlədək suyu süzülsün, daha sonra meyvələri saf çürük edib saf meyvələri bir başqa ləyənə yığaq. Mürəbbəni bişirəcəyimiz geniş bir ləyənə şəkər tozunu və suyu əlavə edib qazı gür açaq, şərbətin qaynamağını gözləmədən ardınca tutu da bura əlavə edib ləyəni çevirərək, silkələyərək meyvələrin bərabər isinməyini təmin edək. Şərbət qaynara düşən anda saata baxaq, ləyəni çevirərək, silkələyərək mürəbbəni gür atəşdə 5 dəqiqə qaynadaq. Daha sonra ocağı söndürüb mürəbbəni 2-3 saat soyudaq. 2-3 saatdan sonra ləyəni yenidən ocağın üzərinə qoyub mürəbbəni gür atəşdə 20 dəqiqə qaynadaq. Elə bu anda ətirləndirmək üçün biz bura mixək əlavə edirik. Mixək xoşlamırsınızsa onu darçın çubuqları, ətirşah yarpağı, limon qabığı, hil və yaxud da vanillə əvəz eləyin. Bu arada bişən müddətdə üzərinə çıxan kəfi də yığıb ataq. Mürəbbənin hazır olmağına 5 dəqiqə qalmış, bu qədər mürəbbəyə çay qaşığının 1/3 qədər limon duzu əlavə edib 5 dəqiqədə qaynadıb ocağı söndürək. İstəsəniz mürəbbəni bankalara qaynar-qaynar da yığa bilərsiniz. Biz gözlədəcəyik, mürəbbə soyusun, stabilləşsin, yəni şirəni meyvələr canına çəksin, şirəyə dolsun, daha sonra göstərəcəyik. Bu arada üzərində qalan kəfi də təmizləyirik. Mürəbbəmiz tam soyudu, indi onu sizə göstərirəm. İşığın düşməyindən asılı olaraq rəngi sizə tam çatdıra bilmirəm, amma kəhraba rəngində sapsarı, dənləri şirəli, məti, bal kimi qatı, çox gözəl mürəbbədir. Qışda çayın yanına çox yaraşır. Siz də bu üsulla hazırlayın, əminəm ki, bəyənəcəksiniz. Hələlik.